Ura 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 ura. Смотрите, что я... Ребята, смотрите! Нету! Ну все, я немножко нуб. Вы возродите меня или нет? Buradan futbol başladı. Bilmiyorum. Allah. Uy, bundan yedim düşüm var. Aslında. Bu niye? Hala. Ne arıyor?
Oy. Убирали с детьми и не вернусь никогда. 90. Сразу ночь. Ща. Ребята, давайте спасем друг другую ребенка. Да как я это построила? Вот как? Все. Bugün Sivas Spor'da Hans'tan başlayan Hans'ın sayı Hans'ın iyi. O başarılı. Hans'ın fırsatçıydı ve Cenca bu fırsatı izleyebilmez daha çevirdiler. Mahfiz geriye. Bakalım. İstesen Garcia, Gabi, Lewandowski, Dani Olmo, Rafinha, Tristegi, aslında aktif düzenler olmamıştır. Sağlamasını tamamlamasına bu ise Messi'nin tamamlamasını klasik ya. Birinciye kadar 27. saniyede meydanın merkezinden değerlendirildiler. Durum süresinden ancak o futbol sağlar. Rekli, Lamine Yamal, çiftleyebilirler ama bunu sona kadar etmeye lazımlar. Bir Ortega, önlükesi. Sana söylediler. Derhal yine de tükettiler. Çok mektup olan futbolcuların üzerinde de bu esneme geleceği oyundan önce nasıl ilk bildirdi ki Olympiakos'un həqiqətən də vaxtı bildirməsi bildirdi. Olympiakos'un həqiqətən də yaxşı hücumçuları var. Onlar hücumda yaxşı çıxış edirlər və biz diqqətli olmalıyıq. Əks tərəfdən bildiyi var da bunları bildirdi herkesin bir oyun üslubu var ama bizim üslubumuzdan bir yaxşı bilir. Bu heç vaxt değişmeyecek. Benim gösterdiğim olur ki bu Olympiakos'un en yaxşı versiyası olacak bu ligin tamamında. Sanki ilk dəqiqələrdə bu Mendivarın istədiklərini nümayiş etdirebilirlər. Kesin. İleriye durma. Şimdi en önfeste Marcus Beşiktaş Çolakis. Can vermedi. Konfesinden. Hele ki ne kadar qəribə səslənsin onu deməliyəm ilk dəqiqələrdən. Diqqətən tərəfçi Olympiakos görünürdü meydanda. Təbii ki, varsınlar. Zamanla bir saat özlüyünə dəyişəcək Jürkündə. Asado, Pedri. Çok ilerledi. Pedro. Ezabesine gidiyor. Aslında beslettiğimiz genç futbolcu. Şu? Ne Allah bilmesi buradan Pedro Fernandez için başlıyorlar. Kapıldı. Top kaptan geçmedi. Ну, ребят, видели, какой цирк там было. Zərbəsi geriyə qaldı. Pedro Fernandes burada əl oynadı. Topun taşınmasında kömək oldu Balde'ye. Balde ötürməsə Rashford. Hədəfdən yaydı. Bu da Odense'ye cevap. Mendivar düşünceli olan bu zərbeden sonra. Odense. Lamine Yamal.
Да я кушаю! Я пошла второго ребенка спасти, я реально такой. Что вы сказали? Я ничего не боюсь, потому что лазер, у меня лазерный меч. Я вкусная. Valde ilerleyen, götürmen ilerleyen burada. Tehlike yaramadılar. Fermin Lopez yana çevirdi. Lopez'e Lamine Yamal. Top kaptan ele geçmeyip Geçti. Geçmeyip. Demişler bu çok. Fermin Lopez. Dede akı kesmeyeyim. Dede akı kesmeyeyim. Barcelona yine de sinet gösterir. Kapatak oğlan iqradılar ki. Hele bir PlayStation-da oynuyorlar. Lakis. Öncü kəşfin kim olmadı. Bu zərbəni batacaq Lamine Yamal'ın həmin hərəkətlərinə. Valde sürətli çıxlar hücuma Lopez'in çevrilməyinə baxın necə gözəl, necə əla oldu misal Lamine Yamal və futbolla rəssamlığın birləşdiyi nöqtədə əla hərəkətlər elədi Lamine Yamal. Bir hərəkətinə sildi süpürdü Olympiakos'un futbolçusuna və Lopez gönderdi topu. Oo! Olympiakos'un kapısına. Baba o kömək eləsəysə nə yerdə gol olurdu. Elə-belə gol deyil bu. Barcelona fəlsəfəsidir. Ronaldinho'lardan, Messi'lərdən Onda Krusne olan şkabat elədi. Lamine Yamal. Dəçim qananı. Seferin Lopez'in gol sevinci. Rey, Olympiakos. Neyi değişecek? Evet, Luis Mendili bardan gelir. Barcelona erken gola sevindi. Hazırda işler əslində o belə də qaydasına getmək Girona ilə oyun qurub əyani sübutudur. Çətinliklə son üstə gəlib ki də vurulan golla qalib gəldilər sonuncu La Liga maçında 2-1. Ну, короче, ребят, ждите новой серии. Всем пока.